Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Türk Ağsaqqalları İctimai Birliyi tərəfindən Konstitusiya və Suverenlik ili çərçivəsində Azərbaycan Konstitusiyası keçmişdən gələcəyə adlı konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Taibin sədri, YAP Veteranlar Şurasının üzvü akademik Sudeyev İmanverdiyev, Taib Qadınlar Şurasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri professor Güllü Yoloğlu və digərləri də çıxış edərək Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-sində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadığını vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə Konstitusiya və suverenlik ili elan edilməsi, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci il dönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir. Natiqlər bildiriblər ki, dövlətimiz ildən ilə güclənərək inkişafının yüksək tərəqqi ilə xarakterizə olunan keyfiyyətcə yeni dövrünü yaşayır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən effektiv dövlət idarəçiliyi, həmçinin təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində görülən tədbirlər ümumilikdə müstəqilliyimizin daha da möhkəmləndirilməsini təmin edib. Ölkəmizin bilavasitə təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra iri miqyaslı layihələr nəinki Azərbaycanın, eyni zamanda ümumilikdə regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda geniş miqyaslı quruculuq proqramı həyata keçirilir, bərpa və yenidən qurma işləri sürətlə və planlı şəkildə davam etdirilir, müasir standartlara cavab verən infrastruktur formalaşdırılır. İşğal illərində tamamilə viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidən qurma işləri Azərbaycan Respublikasının ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan gənclərə partiyaya üzvlük vəsiqələri təqdim olunub. Üzvlük vəsiqələrini gənclərə Taibin sədri və təşkilatın rəhbər şəxsləri təqdim edib. Zərintac Mayız qızı, Təbriz Quliyev, Heydər Həsənli, Misya TV.